Salam əziz şagirdlər. 30 noyabr tarixində keçirilmiş Olimpiada sınaq imtahanının 3-cü sinif suallarını sizlərlə bölüşürəm. Şuşa qapının üzərində Dahi Akademi yazılıb. Bu 11 hərfdən neçəsi qapının digər tərəfində olduğu kimi görünür. Yəni biz buradan elə bir hərflər seçməliyik ki, şaquli şəkildə həmin hərfin simmetriya oxu olsun. Yəni misal üçün A hərfinin bu şəkildə baxsaz, yəni belə bir simmetriya oxu var şaquli şəkildə və biz bu hərfləri oradan seçməyimiz lazımdır. Biz burada D hərfini götürməyəcəyik, A-nı götürəcəyik, H hərfini götürürük, I hərfini götürəcəyik, A hərfini də götürəcəyik, C hərfini götürmürük, A-nı götürəcəyik, yenə D hərfini götürməyəcəyik, E hərfini götürməyəcəyik, M hərfini və Y hərfini də götürəcəyik. Ümumi olaraq baxsaq burada 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfin yəni şaquli şəkildə simmetriya oxu varsa, qapının digər tərəfindən də yenə olduğu kimi görünəcək. Doğru cavabımız olacaq C variantı. İkinci sualla davam edirik. Şəkildə neçə kvadrat var? İlk olaraq ən kiçik ölçülərə baxsaq, görərik ki, yəni bu ölçüdə olan kvadratlarımızın sayı 9 dənədir və bundan bir tık böyük olan, yəni 2 ölçülü kvadratlarımıza baxsaq, bu ölçüdə olan kvadratlarımızın sayı 4 dənə olacaq, yəni plus 4. Və 3 ölçülü ən böyük kvadratımıza baxsaq, bu şəkildə isə 1 kvadratımız var. Bunların da ümumi sayı bizə 14 vermiş olacaq. Yəni doğru cavabımız olacaq B variantı. 3 nömrəli suala davam edirik. Dairəvi yolun kənarına bərabər məsafə ilə ağaclar əkilib. Birinci ağacın tam qarşısında 8-ci ağac əkilmişdirsə, cəmi neçə ağac əkilmişdir? Yəni dairəvi yolun kənarlarına ağaclar əkilib. Bizə deyir ki, birinci ağacla tam qarşı 8-ci ağac əkilib və biz bərabər məsafə ilə əkilsə, burada neçə ağac varsa, digər tərəfdə də eyni sayda ağac var. Biz burada 8-dən 1 çıxsaq 7, yəni tam yarı hissəsində 7 ağacı varsa, ümumi olaraq yolun ətrafında 14 ağacın olduğunu tapa bilərik. Doğru cavabımız olacaq C variantı. 4 nömrəli suala davam edirik. Azalanı və çıxılan 3 vahid azaltdıqda fərq necə dəyişir? Əgər biz azalan və çıxılan hər ikisini azaldırıqsa, eyni qədər və yaxud da artırırıqsa, burada fərq dəyişməyəcək. Yəni doğru cavabımız olacaq A variantı. Növbəti 5 nömrəli sualla davam edirik. Beş nömrəli sualda ki, 2 ağacda cəmi 30 quş var. İkinci ağacdan 4 quş uçub birinci ağaca qonduqdan sonra hər iki ağacda bərabər sayda quş oldu. Əvvəlcə ikinci ağacda neçə quş var idi? Deməli, birinci ağacımız və ikinci ağacımız. Bizə deyir ki, ikinci ağacdan 4 quş uçdu, yəni ikinci ağacdan 4 quş çıxırıq və birinci ağaca qondu. Birinci ağaca 4 quş əlavə edirik. Burada əgər 4 quş uçub getməyibsə, bir ağacdan uçub digər ağaca qonsa, burada ümumi 2 ağacdan yenə də cəmi 30 quş olmuş olacaq. Və bu prosesdən sonra hər iki ağacda bərabər sayda quş olursa, biz 32-yə bölsək, deməli sonda burada da 15 quş olub, burada da 15 quş olub. Və birinci ağaca əgər 4 dənə quş gəldikdən sonra 15 olursa, deməli əvvəlcə 11 quş birinci ağacda var imiş, ikinci ağacdan 4 quş uçub getdikdən sonra 15 quş olubsa, deməli 19 quş var imiş. Bizdən soruşur ki, ikinci ağacda neçə quş var? Yəni əvvəlcə ikinci ağacda neçə quş var idi? Təbii ki 19. Doğru cavabımız olacaq D variantı. 6 nömrəli sualla davam edirik. Deməli, Nilayın saatı hal-hazırda 10:09 göstərir və saatı göstərən rəqəmlərin cəmi ona bərabərdir. Burada ona bərabər olduğunda bizə göstərən 4 rəqəmin cəmi ona bərabərdir. Ən az neçə dəqiqədən sonra saatı göstərən rəqəmlərin cəmi 12 olacaq. Təbii ki, burada ən az neçə dəqiqədən sonra deyirsə bizə, biz yenə də deməli saat hissəsini 10 götürürük və düşünürük ki, burada dəqiqəni göstərən rəqəmlərin cəmi olmalıdır bizdə. Yəni ümumi 12 olması üçün saat göstərən rəqəmlərin cəmi 1-dirsə, dəqiqəni göstərən rəqəmlərin cəmi 11 olmalıdır. 11 olması üçün də ən kiçik yazacağımız ədəd burada bizim 29 ola bilər. Yəni 10:09-dan da 10:29-a qədər 20 dəqiqə vaxt keçmiş olur. Doğru cavabımız olacaq C variantı. 7 nömrəli suala davam edirik. Neçə 3 rəqəmli ədədin rəqəmlərin cəmi 2-dir. Təbii ki, rəqəmlərinin cəmi 2 olan 3 rəqəmli deməli ədədlərimiz 101 olacaq, 110 olacaq və 200 olacaq. Yalnız 3 rəqəmli ədədin rəqəmlərin cəmi 2-yə bərabərdir. Doğru cavabımız olacaq C variantı.
Davam edirik. 8 nömrəli sualla. İbrahim qiyməti 2 manat olan qələmdən 10 ədəd, qiyməti 1 manat olan pozandan 11 ədəd aldı. 1 ədəd də kitab alaraq satıcıya 45 manat ödədi. Buna əsasən İbrahimin aldığı kitab neçə manatdır? Təbii ki, qiyməti 2 manat olan qələmdən 10 ədəd alıbsa, 10 ədəd qələmə 20 manat ödəyib. Digər tərəfdən qiyməti 1 manat olan pozandan 11 ədəd alıbsa, plus 11 manat deməli pozan üçün ödəyib. Və bunların ikisi üçün, yəni qələm və pozan üçün 31 manat pul ödəyib. Ümumi də 45 manat pul ödəyibsə, 45-dən çıxarıq 31-i, qalacaq bizdə deməli 14. Bir ədəd çanta alıbsa, deməli çantanın qiyməti, yəni bu kitab alıb burada deyirsə, bir ədəd kitab alıbsa, deməli kitabın qiyməti olacaq 14 manat. Doğru cavabımız olacaq D variantı. Davam edirik. 9 nömrəli sualla. Burada hesablamamız lazımdır. Biz bilirik ki, birinci burada vurma, bölmə varsa, birinci vurma, bölməni yerinə getirməliyik, sonra toplama çıxmanı. İlk olaraq burada baxsaq ki, 3 vur 5 var. Yəni 3 vur 5-i burada 15 götürərik. 2 vur 2-ni isə burada 4 götürərik. Daha sonra toplamanı yerinə getirsək, deməli 1, 1, 8 eləyəcək 10. 15 gəlsək eləyəcək 25. Üzərinə 4 də gəlsək 29. Yəni doğru cavabımız olacaq C variantı. 10 nömrəli sualla davam edirik. 3 çantanın qiymətinə 11 kitab yazırıq ki, deməli 3 çanta bərabərdir 11 kitaba və digər tərəfdən 33 dəftərin qiymətini isə 3 çanta almaq olar. 33 dəftər isə bərabərdir 3 çantanın qiymətinə. 2 kitabın qiyməti neçə dəftər olmaq olar? Biz buradan baxanda görürük ki, 3 çantanın qiyməti 11 kitaba bərabərdir və yaxud da 3 çantanın qiyməti 33 dəftərə bərabərdir. Bu elə o deməkdir ki, 11 kitabın qiyməti 33 dəftərin qiymətinə bərabərdir. Deməli, bu o deməkdir ki, 1 kitabın qiyməti bərabərdir 3 dəftərin qiymətinə. Bizdən isə soruşur ki, 2 kitabın qiyməti neçə dəftər almaq olar? 2 kitabın qiyməti isə bərabər olacaq 6 dəftərə. Yəni doğru cavabımız olacaq A variantı. 11 nömrəli sualla davam edirik. 34-cü hərf hansı olacaq? Burada təkrarlanan bir sıradır. Biz baxırıq ki, təkrarlanan simvolların sayı neçədəndir? Deməli 1, 2, 3, 4, 5, 6. Biz görürük ki, burada 6 simvol təkrarlanır. Bizdən deməli soruşur ki, hər birində 6 simvol var burada və bu şəkildə davam edir. 34-cünü bizdən istəyirsə, təbii ki, biz burada 34-ü bölərik 6-ya, yəni neçə dəfə təkrarlanma olduğunu tapmaq üçün. Və biz burada 5-dan 4-də qaldığını görərək, yəni burada əgər məsələn bizdən soruşsaydı ki, 36-cını tap, biz bilərdik ki, bu proses tam olaraq 6 dəfə təkrarlanıb və axırıncı simvol, təkrarlamanın axırıncı simvolunu götürərdik, Ü hərfini götürərdik. Burada bizdə yəni 5 dəfə bu proses təkrarlanıb, artıq 6-cıda sadəcə 4 dənə simvol yazıb. Bizdə isə təkrarlamanın 4-cü simvolu deməli X hərfinə düşdüyü üçün doğru cavabımız olacaq D variantı. Növbəti sualla davam edirik. 12 nömrəli sualla bizdən qanun uyğunluğu təyin edib sual işarəsinin yerində hansı ədədin olduğunu istəyir. Biz burada baxsaq görərik ki, hər bir sətirdəki ədədlərin hasili bir-birinə bərabərdir. Yəni birinci sətirdə 2, 1, 4 və 5-in hasili eləyəcək 40. İkinci sətirdən baxsaq, yəni 4, 10, 1, 1-in hasili, yəni 40 verəcək bizə. Üçüncü sətirdə 2 vur 2, vur 2, vur 5, bu bizə yenə də 40 vermiş olacaq. Üçüncü sətirə baxsaq, 5 vur 1, vur 1 eləyəcək 5. Deməli, biz bura 8 yazmalıyıq ki, dördüncü sətirdə də 4 ədədin hasili bizə 40 versin. Yəni, sual işarəsinin yerində olacaq 8. Doğru cavabımız D variantı. 13 nömrəli suala davam edirik. Həkim xəstəyə 5 həb yazır. Həblər hər bir saatdan bir qəbul olunmalıdır. Xəstə birinci həbi qəbul etdikdən neçə saat deməli, sonra bütün həbləri qəbul edib bitirəcək. Biz bilirik ki, deməli, əgər 5 dənə həb qəbul edibsə, burada 4 dənə ara fasiləsi olur və hər biri 1 saatdır. 4 saat olacaq. Cavabımız D variantı olacaq. Və belə baxsam, birinci həbi qəbul etdi, sonra ikinci həb, üçüncü həb, dördüncü həb və 5-ci həb. Deməli, birinci həbi qəbul etdikdən sonra burada 1 saat keçəcək, burada da 1 saat, burada da 1 saat, burada da 1 saat və ümumi olaraq baxsaq 4 saat keçmiş olacaq. Yəni doğru cavabımız olacaq D variantı. Davam edirik növbəti sualla. 14 nömrəli sualda
qeyri-aşkar operatorlara aid olan bir sualdır. Burada operatorun sol tərəfində duran ədədi 3-ə vursaq, sağ tərəfdə duran ədədi isə 2-yə vurub toplasaq, bizə 20-ni vermiş olacaq. Deməli, 3-ü 2, deməli, sol tərəfi 3-ə vuracağıq, sağ tərəfi 2-yə vuracaq. 2-ni 3-ə vursaq 6, 7-ni 2-yə vursaq 14. Bunların cəmi bizə verəcək 20. Digərlərində də ödəyirmi? Həqiqətən də 3-ü 3-ə vursaq 9, 5-i 2-yə vursaq 10. Bunların cəmi bizə 19 verəcək. Üçüncüdə yoxlayaq. 3-ü 8-i 3-ə vursaq eləyəcək 24, plus 1-i də 2-yə vursaq eləyəcək 2. Bunların cəmi bizə verəcək 26 və bütün nümunələrdə ödədiyi üçün biz bu qaydanı sonuncuya tətbiq edib doğru cavabımızı tapa bilərik. 4-ü 3-ə vuracaqsınız 12, 4-ü 2-yə vuracaqsınız 8. Bunlar da cəmi olacaq 20. Yəni doğru cavabımız olacaq A variantı. 15 nömrəli sualla davam edirik. Deməli, Gülnar aşağıdakı verilən fiqurun qatlayaraq kub düzəldir. Alınan kubda 4 nöqtəli üzün qarşısında neçə nöqtəli üz yerləşəcək? Biz kubun açılışıdır, qarşı-qarşı olan üzləri tanıyırıq. Biz bilirik ki, bunu kub şəklində gətirsək, burada 5 nömrəli üzlə 4 nömrəli üz, yəni 4 nöqtəli qarşı-qarşı olan üzlərdir. Digər tərəfdən baxsaq, 2, yəni 3 nöqtə olan üzlə 6 nöqtə olan üz qarşı-qarşıyadır və 2 nöqtə olan üzlə də 1 nöqtə olan üz qarşı-qarşıya. Yəni burada zərdir, burada standart zərdən söhbət getmir. Əgər burada standart zərd isə təbii ki, burada 1 və 6, 2 və 4 və 3 və 2 və 5, 3 və 4 qarşı-qarşı olardı. Yəni qarşı-qarşı üzərin cəmi 7 olardı standart zərd olsun. Yəni bu burada zərdən söhbət getmir. Sadəcə olaraq kubdur və kubun üzərində nöqtələr qeyd olunub. Bizdən də 4 nöqtəli üzlə qarşı-qarşıya olan üzü istəyirsə, təbii ki, biz 5-i götürəcəyik. Doğru cavabımız olacaq C variantı. 16 nömrəli sualda davam edirik. Qutuda olan şokoladları qablara qoymaq istəyirlər. Hər qabda 5 şokolad qoyduqda 2 şokolad artıq qalır. 6 şokolad qoyduqda isə 3 şokolad çatmır. Qabların sayını tapın. Biz neçə qab olduğunu bilmirik. Deyək ki, bizim A sayda bir qabımız var. Bizə ki, hər qabda 5 şokolad qoyduqda, yəni bir qabda 5 şokolad varsa, A sayda qabda 5 A sayda şokolad olmuş olacaq və 2 şokolad artıq qalacaq bizdə. Digər tərəfdən də baxsaq bizə deyir ki, 6 şokolad qoyduqda isə 3 şokolad çatmır. Yəni hər qaba 6 şokolad qoysaz, bizə sadəcə burada 3 şokolad çatmayacaq. Və biz buradan da baxsaq görərik ki, yəni A-nın sayı, A-nı tapsaq, A bərabər olmuş olacaq 5-ə. Yəni bizim 5 dənə qabımız olacaq. Doğru cavabımız olacaq C variantı. 17 nömrəli sualla davam edirik. Deyir, Samir sıranın əvvəlindən 31-ci, Mahir isə sonundan 13-cü yerdədir. Onların arasında 4 nəfər varsa, sırada ən az neçə nəfər var? Biz bilirik ki, burada 2 nəfərdən söhbət gedir və adı çəkilən şəxslərin hər biri o verilən sıralara daxildir. Yəni, Samir əvvələn 31-cidirsə, 31 nəfərin içində Samir də var. Mahir sonundan 13-cüdürsə, 13 nəfərin içində Mahir də var. Yəni, biz ən azını axtarırıqsa, verilən sıraları toplayacağıq, aradakı şəxslərin sayını çıxacağıq və 2 çıxacağıq. Yəni, hansılar 2 dəfə sayılır, biz həmin o şəxsləri çıxırıq. Yəni, 31 üstə gəlsin 13, çıx aradakı şəxslərin sayı 4, çıx 2. 2 də adı çəkilən şəxslərin özüdür. Çünki onlar 2 dəfə sayılıb. Buradan da eləyəcək bizdə 38. Yəni, doğru cavabımız olacaq B variantı. Yəni, bunu belə də baxsaq, misal üçün, burası olsun sıranın əvvəli, burası olsun sıranın sonu. Samir sıranın əvvəlindən 31-cidir. Əvvəldən 31-cidirsə, yəni burada 31-ci yerdə Samir dayanıb, Mahir isə sondan 13-cüdür. Sondan 13-cü yerdə isə deyək ki, burada Mahir dayanıb. Biz 31 və 13-ü toplayanda burada deməli, Samirin özünü də 2 dəfə saydıq və Mahirin özünü də 2 dəfə saydıq və əlavə olaraq aradakı şəxslərin sayını da 2 dəfə saydıq. Arada 4 nəfər var idi və bunlar özü də hərəsi 1 nəfər olmaqla 2 nəfər idi. Onun üçün 31 və 13-ü cəmləyirik, aradakı şəxslərin sayını və həmin şəxslərin özünü oradan çıxırıq. Çünki onlar 2 dəfə sayılmışdır. Bizdən ən azını istədiyi üçün. Ən çoxunu istəsəydi əgər 31 və 13-ü cəmləyərdik, aradakı şəxslərin sayını üzərinə gələrdik. Eləyərdə 48. Amma bizdən ən azını istəyirdi. 18 nömrəli suala davam edirik. Aşağıdakı cədvəldə ədədlər müəyyən bir qanuna uyğunluqla yazılmışdır. Boş xanalarda yazılacaq ədədlərin cəmi neçə olacaq? Təbii ki, biz buradan baxsaq görərik ki, ədədlər 1, 2, 3, yəni ardıcıllıqla, natural ədədlər ardıcıllığından geçsək,
Burada olacaq 4, sonra 5, 6, burada 7 olacaq, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Yəni ədədlər spiral şəklində belə düzülüblər. 22, burada olacaq 23, 24, 25 və burada isə bitir. Və bizdə boş xanalarda yazılan ədədlərin cəmini istəyirdisə, bu da verəcək bizdə o 55. Yəni A variantı olacaq sizin cavabınız. 19 nömrəli sualla davam edirik. Kitabın səhifələri 1, 2, 3, 4, 5 və s. Yəni bildiyimiz kimi natural ədəd ardıcıllıqla nömrələnib. 9 rəqəmi nömrələnmədə 8 dəfə istifadə edilib. Kitabın səhifə sayı neçə ola bilməz soruşur bizdən. Biz bilirik ki, deməli 9 rəqəmi nömrələri 8 dəfə istifadə olunub. İlk 9 rəqəmi bizdə 9-da istifadə olunub, sonra 19, 29, 39, daha sonra 49, 59, 69, 79. 8 dəfə istifadə olunubsa, yəni 79-da yazdığınız bu 9, 8-ci 9-dur. Artıq siz deməli 89-u götürsəz, 89-da olan bu 9 deməli 9-cu 9 rəqəmi olar. Ona görə biz 89-u götürə bilmərik. 79 və yəni bu kitabın səhifələrinin sayı 79 ola bilər və ən çoxu deməli 88 ola bilər. Çünki biz 89-u artıq götürsək, orada deməli 9 dəfə 9 rəqəmi istifadə olunur. Yəni ola bilməz istəyirsə D variantıdır bizim cavabımız və 79-dan az bir say bizə versəydə o da ola bilməzdir. Çünki məsələn 78 götürsək, 79-u götürməsək, orada artıq 8 dəfə yox, 7 dəfə 9 rəqəmi istifadə olunmuş olacaq. Ona görə də 79 daxil və 88 daxil olmaqla bu aralıqda istənilən bir qiyməti ala bilər. Yəni burada A, B, C variantları doğrudur. Bizdən ola bilməz istədiyinə görə cavabımız olacaq D variantı. 20 nömrəli sualla davam edirik. Sinifdə deməli oğlanlar və qızlar var. Qızların sayı oğlanların sayından 8 ədəd çoxdur. Deməli var qızlar, bir də oğlanlar. Bizə deyir ki, qızların sayı oğlanların deməli sayından 8 ədəd çoxdur. Deməli oğlanlar A saydadırsa, qızların da sayı A plus 8 sayda olur. 8 nəfər çoxdur. Və bizə ki, oğlanların sayı qızların sayının yarısı qədərdir. Sinifdə cəm neçə oğlan? Əgər yarısı qədər deyirsə və həm də biz burada deməli oğlanlara A qoysaq, qızlara 2 vuraq A da qoya bilərik. Və biz buradan təyin edə bilirik ki, A-nın özü elə 8-ə bərabərdir. A 8-ə bərabərdirsə, həqiqətən də biz tapırıq ki, qızların sayı olacaq 16, oğlanların sayı olacaq 8. Buradan baxsaq, qızların sayı oğlanların sayından 8 vahid çoxdur və qızların sayı oğlanların sayından həm də 2 dəfə çoxdur. Sinifdə cəmi neçə şagird var soruşursa bizdən 16 vur. Yəni 16 plus 8 bərabərdir 24. Doğru cavabımız olacaq C variantı. Davam edirik 21 nömrəli sualla. 1, 2, 3 və 4, 4 və 5 rəqəmləri hər bir sətirdə və sütunda bir dəfə olmaqla yazılacaq. A-nı soruşur bizdən. Yəni bu bildiyimiz sudoku oyunudur. Hər bir sətirdə və hər bir sütunda deməli hər bir simvoldan bir dənə olmalıdır. Burada sadəcə sudokunun 2 şərti verilib bizə. Biz birinci sətirdən baxsaq, görərik ki, burada 5 var, 4 var və 1 var. Bizə lazım olan ədədlər birinci sətrə yazmalıyıq. 1 və 3 rəqəmini. Bura 3 yaza bilmərik, çünki burada 3 var, sütunda 2 dənə 3 olmuş olar. Onun üçün biz bura 1, bura 3 yazarıq. Sonra deməli digər tərəfdən baxsaq, deməli sonuncu sütuna baxsaq, burada görərik ki, bizə 4 və 5 lazımdır. Deməli 4-ü bura yaza bilmərik, çünki sətirdə 2 dənə 4 olmuş olar. Onun üçün bura 4, bura 5 yazarıq. Digər tərəfdən baxsaq, məsələn 3-cü sətrə baxsaq, buradan görərik ki, bizdə 2 var, 4 var və 5 var. Olmayan ədədlərimiz 1 və 3-dür. Biz buradan 1 yaza bilmədiyimizə görə bura 3 yazarıq, bura isə 1 yazarıq. Daha sonra deməli baxsaq, deməli 3-cü sütundan baxsaq, burada 4 var, 3 var və 1 var. Olmayan ədədlərimiz 5-dir və 2-dir. Amma buradan hələ ki 5-i və 2-ni hansını hara yazacağımızı tam dəqiq təyin edə bilmirik. Amma elə birinci sətrə baxsaq, görərik ki, burada 5 var, 1 var və 3 var. Olmayan ədədlərimiz 4-dür və 2-dir. Biz x-in yerinə 4 qoya bilməyəcəyik, çünki burada yəni sətirdə 2 dənə 4 ola bilər. Onun üçün
x-in yerinə 2 və buraya isə 4 qoyarıq. Yəni x artıq təyin etdik ki, x 2-dir. Cədvəli tam olaraq da doldura bilərsiniz. Artıq x-i təyin etdikdən sonra buna ehtiyac qalmır. 22 nömrəli suala davam edirik. Aşağıdakı şəkillər müəyyən ardıcıllıqla düzülmüşdür. Buna görə bu ardıcıllığın 9-cu addımında neçə kvadrat var? Biz birinci baxırıq ki, burada mərkəzdə gördüyümüz bir dənə kvadrat hər bir şəkildə, yəni öz yerindədir. Və baxsam, məsələn, ikinci şəkildə 4 bir tərəfin hərəsinə buradan 1 kvadrat artırıb. İkinci şəkildə 1 artırıb. Üçüncü şəkildə bu, amma hər tərəfdən 4 bir tərəfdən 2 kvadrat artırıb. Deməli, 9-cu bizim 9-cu şəklimizdə bu bir dənəsi burada olacaq. 9-cu şəkildirsə əgər, deməli 8 kvadrat burada olacaq. 8 kvadrat burada, 8 kvadrat burada, 8 kvadrat burada. 8-i 4-ə vurarıq 32, bir dənə də mərkəzli olan üstünə gələrik, eləyər 33. Yəni cavabımız olacaq B variantı. Növbəti suallar, 23 nömrəli suallar. Davam edirik. 23 nömrəli sual deyir ki, Əsmər deməli 26, Könül 40 yaşındadır. Və bizdən soruşur ki, Əsmər Camal yaşda olanda Camal Könül yaşda olacaq. Camal neçə yaşındadır? Deməli, biz birinci verilənləri qeyd eləsək, Əsmər, Könül və Camal. Bu 3 şagirdin adlarını burada qeyd eləyək. Deməli, Əsmər, Könül və Camal. Aha. Deməli, Əsmər 26 qeyd edirəm qarşısında, Könül 40 yaşındadır. İndi bizə deyir ki, Əsmər, Camalın neçə yaşı var? Bilmirik. Camalın deyək ki, məsələn, A yaşı var, düzdürmü? İndi bizə deyir ki, Əsmər Camal yaşda olanda, yəni Camalın A yaşı olanda, Camal da Könül yaşda olacaq. Yəni Camalın da o zaman 40 yaşı olacaq. Və bizdən soruşur ki, Camal neçə yaşındadır? Və biz bilirik ki, 2 nəfərin yaşlarının fərqi heç vaxt dəyişmir. Yəni bir nəfər digərindən indi 5 yaş böyükdürsə, 5 ildən sonra da 5 yaş böyük olacaq, 2 il əvvəl də 5 yaş böyük idi və s. Bunun üçün yəni bu fərqləri biz bir-birinə bərabər edə bilərik. Yəni biz buradan bilərik ki, A çıxılsın 26 bərabərdir 40 çıxılsın A-ya. Və biz buradan 2A-nın deməli 66, A-nın isə 33 olduğunu tapa bilərik. Və bizdən Camal neçə yaşındadır? Camalın yaşı A idisə, biz isə A-nı 33 tapdıq. Yəni doğru cavabımız olacaq A variantı. Növbəti 24 nömrəli sualla davam edirik. Deyir, aşağıdakı cədvəldə bütün sətir, sütun, diaqonal və eyni rəngli xanaların cəmi bərabərdir. Buna əsasən cədvəli tam olaraq doldurduqda istifadə ediləcək ən böyük ədəd neçə olacaq? Deməli, 4 dənə sətir var burada, bu istiqamətdə görürsünüz. 4 dənə sütun var, 2 dənə diaqonal var. Diaqonalımız var və müxtəlif də rənglərimiz var. Hər bir rəngdə də 4 xana var. Yəni hər sətirdə də 4 xana var burada, hər sütunda da 4 xana var, hər diaqonalda da 4 xana var, hər bir rəngdə də 4 xana var. Və bunların hamısının cəmi bir-birinə əgər bərabərdirsə, deməli biz bunları buradan silək. Biz birinci baxaq görək, bizdə 4-ü də məlum olan nə var? Qırmızı rəng. Qırmızı rəngə baxarıq ki, burada 4-dür, burada 6-dır, burada 11, burada 13. Bunların hamısının cəmini tapsaq, eləyəcək 34. Deməli, bütün sətir, sütun, diaqonal nə varsa hamısı 34-ə bərabərdir. Biz indi baxırıq ikinci sətir. Burada 6 var, 7 var, 9 var. 34 olması üçün deməli bizə lazımdır 12. Deməli, burada olacaq 12. Növbəti birinci sütuna baxsaq, burada 12 var, burada 8 var, burada 13 var. Deməli, bunların cəmi 33 edir. Bizdə 34 olması üçün 1 lazımdır. Sonra buradan birinci sətrə baxıram. 1 var, 14 var, 4 var. Bunların cəmi necə? 19, deməli 15 yazsaq cəm 34-ə tamamlanacaq. İkinci sütuna baxsaq 15 var, 6 var və 10 var. Deməli biz burada 3 yazsaq, çünki bunların cəmi 31 edirdi, 3 yazmalıyıq ki, 34-ə tamamlansın. Sonra ikinci sütuna baxsaq 14 var, 7 var və 11 var. Deməli bunların cəmi 32 edir, bizə 2 lazımdır ki, 34 tamamlansın. Üçüncü sətrə baxsaq görərək ki, burada 8 var, 10 var və 11 var. Bunların cəmi 29 edir, 5 yazsaq 34-ə tamamlayarıq. Ən sonuncu sətirdə isə baxsaq 13 var, 3 var, 2 var. Deməli biz burada 16 yazmalıyıq ki, cəm 34-ə tamamlansın. Bu isə bizdən soruşurdu ki, bu cədvəli tam olaraq doldurduqda istifadə edən ən böyük ədəd hansı neçədir? Bizim istifadə etdiyimiz ən böyük ədəd 16-dır. Yəni doğru cavabımız olacaq B variantı. Uğurlar.